Bezi dəyişmə masası, kakon və futbol zərərdirmi, yoxsa kömək? Qızlar, baxın, mənim baxış bucağımdan tibb kontekstində, uşaq inkişafı kontekstində mən həmişə deyirəm ki, nə tam yaxşı, nə də tam pis bir şey yoxdur. Bizim əlimizdə alətlər var. Amerika Pediatriya Akademiyası, məsələn, evdə bezi dəyişmə masalarından istifadəni tövsiyə etmir. Çünki statistika göstərir ki, bu o qədər də rahat deyil. Bəli, bu təşkilatçı kimi əlverişlidir, amma əksər hallarda uşaqları sadəcə estetik baxımdan ya yerdə, ya da yataqda dəyişdirirlər və onlarla bütün mümkün prosedurları orada edirlər. Digər tərəfdən isə eyni Amerika Pediatriya Akademiyası bildirir ki, əslində bezi dəyişmə masası valideynin bez sağlamlığı baxımından normal bir şeydir, düzdür. Yəni mən burada əsasən sizin hisslərinizdən çıxış edərdim. Nə istəyirsiniz, nə istəmirsiniz. Üstəlik, mənzilinizin ölçülərindən asılı olaraq, əgər bu bezi dəyişmə masası ora yerləşirsə, siz də istəyirsinizsə və xoşunuza gəlirsə, problem deyil, istifadə edin. Əgər bu komponentlərdən hansısa biri uyğun gəlmirsə, onda ona heç bir ehtiyac yoxdur. Uşağa heç bir zərər verməyəcəksiniz. Kakon məsələsinə gəlincə, burada tam rahat ola bilərsiniz, bu normal bir vasitədir. Yeganə onu deyə bilərəm ki, mən kakon pozisioneri istifadə edərdim, çünki o biraz daha yaxşı və effektiv nəticə göstərir. Amma burada da yenə daim nəzarət altında olmalıdır. Əvvəlki videolarda danışdığımız kimi, Allah eləməsin, pozisional asfiksiya baş verməsin. Yəni həmişə və həmişə, əgər uşaq hansısa bir səhvdə uzanıbsa və bu səhv bizim beşikdəki döşəkdən daha yumşaqdırsa, uşağa daim nəzarət olunmalıdır. Futbol topuna gəlincə, bu da tamamilə normal bir vasitədir. Yeganə məsələ odur ki, bizim əsas vəzifəmiz hamıya məlum olan Shake sindromunu, yəni uşağın silkələnməsi sindromunu yaratmamaqdır. Yəni uşağı bərk-bərk silkələməməliyik, sadəcə yumşaq şəkildə yellətməliyik. Ona görə də xahiş edirəm, hər bir yellətməni ayaqlarınızla amortizasiya edin ki, uşaqla birlikdə bütün gücünüzlə belə silkələnməyəsiniz. Və bu həqiqətən də yaxşı nəticələri gətirib çıxarmayacaq.